peşəsinin öhdəsindən gəlmək. Hər kəs üçün deyil, ona müəllim deyil, uşaqları ona təhvil vermək. Yüksək mədəniyyətə və mənəviyyata malik olmalı müəllim. Əslində, müəllim sözü yox, müəllimlikdir müqəddəs olan. Müqəddəs olanlar isə vəzifələrini daima layiqincə yerinə yetirənlərdir. Bizə ana yazmağı, qadın yazmağı, birinci xanım yazmağı, prezidentimiz yazmağı öyrədən varlıqlardır müəllimlərimiz. Ümumilli lider Heydər Əliyev deyərdi. Mən yer üstündə müəllimlikdə yüksək ad tanımıram. Elə ki, mən də ən yüksək ad müəllimliyi bilirəm. Müəllimlərimi özümə nümunə seçirəm. Hər kəsin müəllimlərinə qayğı göstərməsini istəyirəm. Və mən də müəllimlərimi çox sevirəm.